Salam əziz şagirdlər, 26 aprel 2026-cı il 9-cu sinif buraxılış imtahanı ingilis dilinin izahı. Dinləmə mətni əlimizdə olmadığı üçün dinləməni izah edə bilməyəcəm. 5-ci kısa şortlardan başlayalım. Dear Mr. Ridgwiller, thank you for your kind invitation to dinner on Thursday, January the 9th. Unfortunately, Jake is away on business in Edinburgh. He will not return until Saturday, so we are not able to accept your invitation. Deyir, sənin dəvətnamənə görə, nahar dəvətnaməsinə görə yanvarın 9-unda olacaq nahar dəvətnaməsinə görə təşəkkür edirəm və uğursuzluqdan Jack biznesdə səyahətindədir və biz ora gələ bilməyəcəyik çünki şənbə günü qayıdırıq və iştirak edə bilməyəcəyik. I am sure he is as sorry as I am not miss the pleasure of having dinner with you. Mr. Ridgwiller wants to change the date of the dinner. Xeyr, o naharın vaxtını dəyişmək istəmirdi. Elizabeth Browns apologized for not being able to accept the invitation. Variant B uyğundur. O dəvət olunan naharda iştirak edə bilmədiyi üçün üzr istəyirdi. 6-cı. Dear Jane, əzizimiz Jane, I hope you are doing well. Ümid edirəm ki, hər şey yaxşıdır. Last weekend Keçən həftə sonu I went to the museum with my family. Ailəmlə birlikdə muzeyə getdim. The weather was sunny. Hava günəşli idi. So we went to the park from there and had a picnic. Və burada hava günəşli olduğundan biz sonra parka getdik və orada piknik elədik. We played games and took many photos. Biz orada çoxlu oyunlar oynadık və şəkillər çəkdik. In the evening, axşam vaxtı ate pizza at a small cafe near my house. Evimin yaxınlığında bir kafede pizza yedik. What about you? Did you do something fun last weekend? Sən də keçən həftə sonu nəsə maraqlı iş görmüsənmi? Xoş arzularla Oscar. Oscar invites Jane to eat pizza at a nearby cafe for dinner. O yaxınlıqdakı kafedə nahar etməsi üçün onu dəvət edir. Jane met Oscar's family during picnic in the park. C'de Oscar sent Jane his family photos in which they were having a picnic together. Onlar ailəsi ilə birlikdə deməli piknik etdiyi şəkli ona göndərir. D'de Oscar describes Jane how he spent his weekend, ona necə həftə sonu keçirdiyini təsvir edir. Jane will meet Oscar to go to other museum together. Onunla görüşüb digər muzeyə gedəcəkdir. Burada əlbəttə ki variant D uyğun. Library will stop its work on Friday. Cümə günü deməli işləməyəcəkdir kitabxana. A meeting with the famous writers. Please return your books by the end of Thursday. The library will start its work on Monday in the evening. Deməli, kitabxana 5-ci gün bağlıdır və bir də kitabxana açıq olacaq bazar ertəsi və deyir, başa düşdüyünüz üçün təşəkkür edirik. Çünki məşhur bir yazıcı ilə görüş keçiriləcək. The library will be closed till the end of Monday. The library will not work for a few days. Bir neçə gün işləməyəcəkdir. Cavab C uyğundur. For many years, some people in North America have reported seeing a strange monkey-like creature known as Bigfoot. Çox illərdir ki, Şimali Amerikada bəzi insanlar Bigfoot kimi tanınan qəribə meymuna bənzər bir məxluq gördüklərini bildirirlər. It is believed that Bigfoot is very tall and enormous. Onlar inanırdı ki, o olduqca böyük və nəhəngdir. It has brown hair and walks on two legs like a human. O insan kimi iki ayaq üstündə yeriyirdi və onun qəhvəyə saçı vardı. Scientists claim the Bigfoot is not real. Alimlər iddia edir ki, o həqiqi deyil. But people who have seen Bigfoot believe that is really excited. Lakin insanlar hansı ki onu görmüşlər, onlar onun mövcud olduğunu, həqiqətən də mövcud olduğunu bilirlər. The story of Bigfoot began in 1950
when a construction workers in California found light and missed footsteps on the ground. Deməli onlar 1958-ci ildə İşçilər Kaliforniyada onun böyük ayaq izini, torpaqda böyük ayaq izini tapanda buna inanmışdılar. A local newspaper published an article about the mysterious footsteps and soon the story spread to the parts of the world. Dünyanın tezliklə hər yerinə yayılır. Çünki bu haqda məqalələr çap olunurdu qəzetlərdə. Some people throughout North America began to report that they saw Bigfoot. So groups of people known as Bigfoot hunters tried to find their creature. Tezliklə Şimali Amerikanın hər yerində insanlar da Bigfoot'u gördüklərini bildirməyə başladılar. Beləliklə Bigfoot ovçuları kimi tanınan insan qrupları bu məxluqu tapmağa çalışırdı. On October 20, 1967, two men claimed that they filmed Bigfoot near the area called Creek. The video showed a large-haired creature walking in the forest. There are still some discussion whether this creature is real or not. It seems that these discussions will continue for a long time. 1967-ci ildə iki kişi Creek yaxınlığındakı ərazidə onu gördüklərini və belə bir video çəkdiklərini iddia edirdilər. Həmin videoda meşədə gəzən böyük tüklü bir məxluq göstərilirdi. Bu məxluqun real olub olmaması ilə bağlı hələ də müzakirələr gedir. Görünür bu müzakirələr uzun müddət davam edəcək. 8-ci sual. What is the passage mainly about? Mətin nə haqqındadır? A big man with long brown hair, büyük insan, hansı ki qəhvəyi saçları vardır. A strange creature in North America, Cənubi Amerikada böyük bir nəhəng varlıq. An article in local newspaper, yerli qəzetlərdə bir məqalə. 8-də bu bəndidir. A strange creature in North America, qeyri-adi varlıqlar. 9-da which statement is false according to the passage? Mətnə əsasən hansı səhvdir? The story about Bigfoot spread to other countries. Başqa ölkələrə də yayılmışdı bu haqqında məlum. Information about Bigfoot started to spread in the 20th century. 20-ci əsrdə yayılmağa başlamışdır. Some people consider that Bigfoot is real. Bəzi insanlar iddia edir ki bu həqiqətdir. The unusual footsteps were found on the ground. Torpaqda tapılmıştır. A bəndi discussions about the hairy creature have ended. Və bu haqqında deməli müzakirəyə çatdı. Xeyr, bu səhvdir. Variant 9-da E bəndidir. How did the two men in North America try to prove that they saw Bigfoot? 10-da variant E uyğun gələcəkdir. They filmed a hairy creature on video. Necə oldu ki, deyir, onun olduğuna inandılar. Necə sübut etdilər? Əlbəttə ki, orada deyir ki, iki şəxs 1967-ci ildə onun videosunu çəkmişdir və bunun əsasında həmin varlıq doğru olduğu bilindirmişdir. 11-də complete the sentences according to the passage. Mətnə əsasən doğru variantı deyən. Once the number of reports about the hairy creature increased, Bigfoot hunters, həmin bu Bigfoot'un ovçularının artmasının səbəbi nə idi? Decided to look for it. Onu görməyi qərarlaşdırmaq. Variant E doğrudur. 12-də which statement are true? Doğru olanı tapırıq. Birinci, people from South America claimed that. Əlbəttə ki, bu səhvdir. Orada North Amerikadır. İkinci, scientists don't think that Bigfoot is a real creature. Alimlər inanmırlar ki, o həqiqi məxluqdur. Bigfoot has brown hair and it walks on four long legs. Xeyr, o iki ayaq üzərində gəzirdi. Dördüncü, Bigfoot is believed to be a huge creature which looks like a monkey. O bir
meymuna bənzər. Deməli 12-də variant 2 ilə 4 cavabı uyğundur. 13-cü sualda biz yaxın mənalı sinonimləri tapırıq. To destroy dağıtmaq, to encourage ruhlandırmaq, to ruin dağıtmaq, to scroll xeyir, to spoil dağıtmaqdır. Deməli 1, 3, bir də 5 variant A bəndi doğrudur. 14'də inkar bildirən sözləri tapırıq. Perfect, ideal bu təsdiqdir. Honest claim 4'də variant B uyğun gəlir. Rude, impolite, kobud və nəzakətsiz. 15'də little sugar tək isimdir. 1 də 3 there is a little sugar in this cup of tea. There was a little sugar in this cup of tea. 1 ilə 3 C bəndi uyğundur. 16'da Mary saw a yellow car in the park. A bəndi doğrudur. 17'də Jane didn't invite. Burada not olduğuna görə biz nobody'ni götürə bilmərik. Bir cümlədə 2 dənə not olmaz. B-ni də götürə bilmərik. Anything və yaxud anybody arasında qalırıq. From school to her birthday party. Burada da canlı olduğuna görə anybody'ni 17'də götürürük. O deməli öz ad gününə sinif məktəbindən heç kəsi dəvət etmədi. 17'də E bəndi. 18'də which words mean a plant, bitki bildirənlər. Winter, qış, tree doğrudur. Ağac, traffic, tıxac, flowers 2 ilə 4 A bəndi uyğundur. 19'da I think you, mən düşünürəm ki sən spend more time with your children, uşaqlarına çox vaxt keçirməlisən. B bəndi should uyğun gəlir. 19'da B bəndi. 20'də the room was decorated, otaq bəzədilmişdir with toys. Otaq oyuncaqlarla bəzədilmişdir. 21'ə keçək. Choose the correct passive voice version of the given sentences. Cümləni düzgün məhcil növdə göstərməli. Shall made monthly payments to the bank. Burada hər ay banka ödəniş verir. Birinci Sally was made monthly payment. Bu səhvdir. Mübtəda ilə başlayır. Monthly payments were made to the bank 2 doğrudur. Bir də the bank was made monthly payment 3 doğrudur. Variant A. İkinci sual. If you within the office hours some. If you call within the office hours, someone will answer the phone. If olan tərəfdə indiki sadə zaman, o biri tərəfdə isə gələcək sadə zaman işlənəcəkdir. Bir doğrudur. Bir də call, bir də answers hər iki tərəfdə indiki sadə zaman işlənir. 23'də to attack, hücum etmək, to improve, təkmilləşdirmək, concentrate, nəzər yetirmək, diqqət yetirmək, diqqəti cəmləmək. Deməli 23'də variant D olacaq. Çünki 1'də B to attack, hücum etmək, to start fighting, döyüşməyə başlamaqdır. To improve, təkmilləşdirməkdir. C bəndində somebody better than before, əvvəlkindən daha yaxşı etməkdir. Deməli variant D uyğun gəlir. 24-cü sualda books do you usually read, hansı kitabı sən oxuyursan? Əziz şagirdlər, A-da who'dur. Who'dan sonra heç bir zaman isim gəlmir. Why-dan sonra da how-dan da sonra isim gəlmir. Whom kimə kimi deməkdir. Tamamlığa verilən sualdır. Deməli D bəndi uyğundur. Hansı kitabları sən adətən oxuyursan? 25'də I was late. 1. As I took the wrong bus. Əgər deməli mən gecikdim çünki mən səhv avtobusa minmişdim. 1 ilə 4 uyğundur çünki ona görə də mənasını verir. Hər ikisi bir cümlədə olanda deməli onları uyğun götürmək lazımdır. 1 ilə 4. Əziz şagirdlər, 26-cı sualın mətnini mən ayrıca video halında paylaşacağım. Sağ olun, sağlıqla qalın.